Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bugün İslam dininin iman və ibadət əsasları barədə danışmaq istəyirəm. Bildiyimiz kimi iman əsasları İslam dinində məzhəblərə görə dəyişir. Bunların üç əsas prinsipi hər iki məzhəbdə, istər Əhl-i-Sünnə məzhəbində, istərsə də Şiə məzhəbində eynidir. Bunlar tövhid, yəni tək Allahın varlığını qəbul etmək, peyğəmbərlərə iman gətirmək və axirətə iman gətirməkdir. Bunların hər üçü, hər iki məzhəbdə eynidir. Lakin Əhl-i-Sünnə məzhəbində buna təfsilli iman əsası deyirlər. Bu da ona əsaslanır ki, fəsillərlə verildiyinə görə bu ad qazanmışdır. Birinci deməli tövhid gəlir. Tövhid tək Allahın varlığına iman gətirməkdir. Hansı tək Allahın? Yəni, bəzi fəlsəfələrdə, bəzi cəryanlarda ki, Allahla bəziləri elə bilirlər ki, İslamdakı Allah eynidir. Bu belə deyil. Tək Allaha iman gətirmək kifayət etməz. Tövhid təkcə tək Allaha iman gətirmək deyil. Tövhid həm də İslamdakı Allahın həyat, qüdrət, elm, eşidən, görən, bilən kimi zati sifətlərindən birlikdə canlı olan bir Allahın qəbul olunması prinsipidir. İkinci, peyğəmbərlərə iman gətirməkdir. Peyğəmbərlərə iman gətirmək də sonuncu peyğəmbər Məhəmməd sallallahu əleyhi və səlləm ilə birlikdə digər peyğəmbərlərə və onlara göndərilənlərə də iman gətirmək deməkdir. Bunlar iki kəlmədə tövhidlə peyğəmbərlərə iman gətirmək İslam dilində iki kəlmə ilə ifadə olunur. Bu da kəlmə-i şəhadətdir və şahidlik ifadəsi adlanır. Və əşhədü əllə, bəziləri ənlə oxulu, ənlə yazılır, təzviddə idğam baş verilənə görə əllə oxulu, əşhədü əllə iləhə illəllah. Yəni, şahidlik edir ki, bir insan şahidlik edir ki, Allahdan başqa Allah yoxdur. Allahdan başqa bütün ibadətə layiq olan məbudların olması fikrini belə inkar etmiş olur və yalnız ibadətə layiq tək Allaha iman gətirdiyini bildirir və dərhal da Allah Taala bundan sonra təkcə özünün qəbulunu deyil, onunla yanaşı peyğəmbərlərinin də qəbulunu vacib bilir və dərhal da ikinci kəlmə əşhədü ənnə Əhl-i-Sünnə məzhəbində əşhədü ənnə Muhammədən əbduhu və rasuluhu. Yəni, şəhadət gətirir ki, Peyğəmbər əleyhissalam Allahın qulu və rəsuludur və yaxud da əşhədü ənnə Muhammədən rasulullah. Və şəhadət gətirir ki, Şiə məzhəbində də belədir, şəhadət gətirir ki, Muhammed əleyhissalam onun rəsuludur, yəni Allahın rəsuludur. Hər ikisi də eyni mahiyyət daşıyır. Üçüncü də axirətə deməli iman gətirməkdir, buna məad deyilir. Yəni, axirətə iman gətirmək ölümdən sonraki bu dünyadakı həyatdan başqa insan ölümdən yoxluğa deyil, yalnız daha böyük əbədiyyətə, varlığa düşmək prinsipi ilə əsaslanır və insanın etdiyi əməllərin mükafatını və cəzasını çəkəcək bir dünyanın olmasına, cənnət, cəhənnəmin olmasına və orada ölümün olmamasına, əbədi mükafat və ya cəzaya layiq görüləcəyinə iman prinsipinə əsaslanır. Deməli, bu sadaladığımız üç prinsip hər iki məzhəbdə eynidir. Mən bir neçə il bundan qabaq bununla bağlı kitab yazmışam. İslam dininin iman və ibadət əsasları, yəni əqidə əsasları və ibadət əməli cəhətdən vacib buyurulmuş fərz ibadətlər barədə demək olar ki, Azərbaycanda İslam dini barədə yazılmış ən nəfis kitablardan biridir. Mövzular üzrə fotolar və şəkillər yer almışdır kitabda. Kitabın demək olar ki, yarısı İslam dininin iman əsaslarına, yarısı isə ibadət əsaslarına həsr olunmuşdur və bu kitab əsla bir məzhəb kitabı deyil. Mən bir tərəf kimi hər iki məzhəbin
görüşlərini qələmə almışam. Əhl-i Sünnənin təfsilli imanını və Quranda da bu haqda bir çox ayələrin olmasını nəzərə alaraq, həm də dünya müsəlmanlarının 80%-ni Əhl-i Sünnə məzhəbinin nümayəndələri təşkil etdiyinə görə bütün 6 bəndin 6-sını da mən burada göstərmişəm. Lakin ibadət əsaslarında isə ədalət baxımından Şiə məzhəbində olan Firuddin, yəni dini xırdalıqları olan Firuddin əməli prinsiplərin əsasları 10-dur, yəni o şəkildə də göstərmişəm. Yəni bir məzhəbin baxışlarından deyil, hər iki məzhəbin həm hədis, həm də tarix kitablarına müraciət, hədis kitablarına müraciət edərək bu kitabı qələmə almışam. İndi keçək Əhl-i Sünnə məzhəbində 3-cü prinsipdən sonra gələn 4-cü prinsipə, yəni müqəddəs kitablara iman gətirmək məsələsinə keçəcək. Yəni təfsilli imanda 3 dediyimiz əsas prinsiplər dəyişilməzdir. Lakin bundan sonra gələn 3 müqəddəs kitablara iman, mələklərə iman və qəza qədərə iman prinsipi Şiə məzhəbində yer almamışdır. Bu o demək deyil ki, Şiə məzhəbində bu bəndlərə iman yoxdur, qətiyyən belə deyil. Şiə məzhəbində də mələklərə, müqəddəs kitablara və qəza qədərə iman vacibdir. Lakin bunlar əsas tövhid prinsiplərinin içərisində qəbul olunur və bu əsas 3 bəndlərin tərkib hissəsi kimi qəbul olunur. Müqəddəs kitablara iman məsələsi, yəni birmənalı surətdə peyğəmbərlərə iman məsələsinin tərkib hissəsidir. Yəni hər bir kəs bilir ki, peyğəmbərlərə iman gətirmək həm də onlara və onlara göndərilənə, Allah tərəfindən onlara nazil edənlərə iman gətirmək deməkdir. Ona görə də bu məsələ Şiə məzhəbində peyğəmbərlərə, müqəddəs kitablara iman, həm də peyğəmbərlərə iman məsələsinin tərkib hissəsi kimi qəbul edilir. Bir məsələni də qeyd edim ki, müqəddəs kitablara iman gətirmək heç də bugünkü bizim əlimizə gəlib çatan kitablara, Tövrat, Zəbur və İncilə bu şəkildə iman gətirmək məsələsi deyil. Çünki bu kitablar olduqca təhriflərə məruz qalmışlar. Lakin o kitabların içərisində oxuyanlar bilir ki, Allahın sözü dərhal seçilir, bəndə sözündən, insan sözündən dərhal seçilir, müəyyən qədər Allahın sözləri qalmışdır. Biz müqəddəs kitablara iman gətirmək dedikdə bir müsəlman olaraq biz yalnız həmin peyğəmbərlərə nazil olan kitabın orijinalına iman gətirmək, yəni Tövrat adlı, Musa əleyhissalam Tövrat adlı kitab Allah tərəfindən ona nazil edilmişdir və biz buna iman gətiririk. Bir də həmin kitabın içərisində olan ilahi sözlərə, yəni bugünkü Tövrata, bugünkü Zəbura və bugünkü İncilə iman gətirməkdən bütünlüklə iman gətirmək yox, onun içərisində ilahi kəlamlara və adına həmin kitabın Allah tərəfindən nazil olmasına iman gətirmiş oluruq. 5-ci prinsip mələklərə imandır. Mələklərə iman da ayrıca iman əsası ola bilməz. Yəni bu axirətin, bildiyimiz kimi axirətin tərkib hissəsidir. Mələklərsiz axirət yoxdur. Bu hər kəsə aydın bir məsələdir. Mələklər olmadan axirətdəki bütün işləri demək olar ki, görənlər bizim bildiyimiz qədərilə mələklərdir. Ola bilsin başqa varlıqlar da olsun, ən çox söhbət Quranda mələklərdən gedir. Deməli biz axirətə, məada, yəni ölümdən sonraki həyata iman gətiririksə, onun içərisində mütləq şəkildə sorğu-sualdan tutmuş, məhşərdən tutmuş, bütün axirət həyatının mərhələlərində mələklər doludur. Mələklərdən çox Allah təala heç bir varlıq yaratmamışdır. Ona görə də mələklərə ayrıca iman əsası kimi göstərmək doğru deyil. Bunlar axirətin tərkib hissələridir. 6-cı isə qəza qədər. Bunu da deyim ki, bu 5 prinsip Əhl-i Sünnə məzhəbində olan təfsilli imanın 5 prinsipi Əl-Bəqərə surəsinin 177-ci ayəsində öz yerini almışdır. Bir prinsip qəza qədərə iman məsələsi isə başqa ayədən götürülmüşdür. Yəni hamısı bir yerdə eyni şəkil, eyni sıralama ilə Quran ayəsində yoxdur. Qəza qədərə də iman gətirmək o deməkdir ki, Allahın
mütləq ədalət sahibi olduğu və insanın başına nə gəlirsə ondan Allahın xəbəri olduğu və bu ta qədimdən dünya yaranmamışdan qabaq da mövcud olmuş Lövh-i Məhfuz, Allahın ana kitabı deyilən, yəni bildiyimiz kimi Lövh-i Məhfuz adında Quranda da göstərdiyi kimi bir böyük kitab var. O kitabın forması bizə məlum deyil və bütün göndərilən səmavi kitablar, Allahın dünyaya nazil etdiyi səmavi kitablar o kitabdan çıxarışdır. Həmin qəza qədərə iman gətirmək məsələsidir. Bu da ayrı bir təfsilli, yəni fəsillərə bölünmüş iman məsələsidir. Lakin bu məsələyə yenə də deyirəm, bütün müsəlmanlar iman gətirirlər. Lakin qəza qədərə iman gətirmək ayrıca şəkildə iman əsası kimi təqdim olunması doğru deyil. Bu tövhid məsələsidir. Tövhidin içərisində olan məsələdir. Yəni Allahın işləri məsələsidir. Bunun ayrıca çıxarılıb, ayrıca iman əsası kimi təqdim olunması düzgün deyil. Deməli, burada Əhl-i Sünnə məzhəbinə mənsub olan 6 bənd bitir. Biz keçirik Şiə məzhəbində olan iman əsasları. Bu 5 bənddən ibarətdir. Demək, Şiə məzhəbində 5, Əhl-i Sünnə məzhəbində 6 prinsip var. Yenə Şiə məzhəbində birinci yerdə tövhid gəlir, ikinci yerdə yenə peyğəmbərlərə iman gəlir və kəlmə-i şəhadət olduğu kimi qalır və axirətə, məada iman gətirmək də olduğu kimi bu 3 prinsip yerində qalır. Şiə məzhəbinə məxsus olan 2 prinsip var. Bunların biri Allahın ədl sifətinə iman gətirməkdir, biri də imamətə iman gətirməkdir. Baxaq görək, bunlar nə məsələdir? Deməli, Allahın Şiə məzhəbində iman əsasında yaranmış Allahın ədl sifətinə iman gətirmək hələ o demək deyil ki, müsəlmanların yerdə qalan, tutaq ki, böyük hissəsi Əhl-i Sünnə məzhəbinin nümayəndələri Allahın ədl sifətinə inanmırlar. Yəni, bu belə deyil. Onlar da Allahın ədl sifətinə mütləq ədalətli olduğuna iman gətirmişlər. Lakin burada məsələ Allahın ədl sifətinin necə təsnif olunması məsələsidir. Yəni, ədl sifətinə münasibət məsələsidir. Bu, dövrümüzdə o qədər də olmasa da, amma 8, 9, 10-cu əsrlərdə olduqca əqidə məktəbləri, əqaidi məktəbləri arasında mübahisə və müzakirə mövzusu olmuşdur. Deməli, Əhl-i Sünnə məzhəbinin ədl sifətinə münasibəti Əbu Həsən Əşəri məktəbindən daha bariz şəkildə biruzə vermişdir və onların dediyinə görə Allahın ədl sifəti, Allah nə edirsə ədalət budur. Bəzən Allah mənbələrdə elə bu cürdə yazılır, bəzən günahkara mükafat və savab, xeyir işlər görənə isə Allahın cəza verməsi mümkündür və bu, Allah nə edirsə ədalət budur. Şiə məzhəbində, yəni Əhl-i Beyt məktəbi isə tamamilə bunu inkar edir. Yəni, onlar göstərirlər ki, ədalət ümumiyyətlə hər kəsə layiq olduğu münasibətin verilməsidir. Bunun lüğəti mənası da bir şeyi yerinə qoymaq, yəni yerindən uzaqlaşdırılmış, yerindən ayrılmış bir şeyi təzədən öz yerinə qoymaq deməkdir lüğəti mənası. Amma terminoloji mənası isə, yəni hər kəsə layiq olan münasibəti göstərməkdir ədalət. Yəni, Allah heç bir vaxt günahkara mükafat vermir, günahkara mütləq günahkar cəzalanmalıdır. Xeyir iş görən savab əhli isə mükafatlandırılır. Yəni, bunun başqa cür forması ola bilməz. Allah mütləq ədalət sahibidir, ədl sifəti bunu ifadə edir. Yəni, Allahın bundan başqa prinsiplərə, bildiyimiz kimi, axirət həyatını şərtləndirən ən böyük amil də bəli, Allahın ədl sifətidir. Niyə görə? Mütləq şəkildə yaratdığı insanlara, əgər dünyanı yaradıb onlara bəxş etmişsə və onların arasında olan məsələləri ədalət baxımından həll etmək və onlara, günahkarlara cəza və xeyir iş görən, savab əhli görən insanlara isə mükafat verməyə əsaslanır. Yəni, mütləq surətdə axirət bu prinsiplə əsaslanıb yaradılmışdır. Yəni, Şiə məzhəbində Allahın ədl sifətinə bu cür yanaşılır. Yəni, məndə o fikir deyəm, yəni, ümumiyyətlə, yəni Allahın ədl sifətini mümkün deyil ki, təsəvvür etmək ki,
Allah bəzən günahkarlara mükafat verməyi, tamamilə əksin, yəni ədalət prinsiplərinin pozulması Allaha yaraşmaz və bu şəkildə də Əhl-i Beyt məktəbi bu şəkildə də yanaşır və ona görə də bu bəndi xüsusilə 4-cü bənd olaraq, iman əsasının 4-cü bəndi olaraq qəbul etmişlər. 5-ci imamət məsələsidir. Bu məsələ Peyğəmbər əleyhissalamdan sonra Həzrət Əlinin övladları 12 övladları əlbəttə İmam Həsəndən deyil, İmam Hüseyndən davam edən övladlarının həqiqi Peyğəmbərin canişi olduğuna iman gətirməkdir. Deməli, bu iki prinsip çox danışmaq istəmirəm. Bu barədə çox, çünki uzun mövzudur, geniş mövzudur. Yəni, bu iki bəndin Şiə məzhəbində yer almağı bir çox bəzi orta əsr Şiə alimlərinin də dediyinə görə iman əsaslarından deyil, məzhəb əsaslarındandır. Mən də əqidəm budur ki, o fikirdəyəm. Bu iki prinsip, həm Əhl-i Sünnə məzhəbinə mənsub olan 3 prinsip, mələklərə, müqəddəs kitablara qəza qədərək iman əsasından deyil, əsas iman əsaslarının tərkib hissəsidir. Şiə məzhəbinə də məxsus olan bu iki prinsip, Allahın ədl sifəti və imamət məsələsi də iman əsasından deyil, məzhəbin əsasındandır. Ona görə mən bu kitabda dediklərimi də bu kitabda geniş təfsillə göstərmişəm. Burada deməli iman əsasları sona çatır. Mən deməli ikinci hissəyə keçirəm. Yəni bu ibadət, İslam dininin ibadət əsaslarıdır. İslam dininin ibadət əsasları deyiləndə, yəni Allahın bizə əməli baxımından vacib buyurduğu əməllər nəzərdə tutulur. Bunlar bayaq qeyd edildiyim kimi Şiə məzhəbində Firuddin adlanır. Yəni onun 10 bəndi var. 10 bəndindən birinci namaz gəlir. Onu da qeyd eləyək ki, ibadət əsaslarının yerinə Əhl-i Sünnə məzhəbində İslamın 5 vacib şərti olduğu deyilir. Bu da bəzi hədislərdən, zəif hədislərdən götürülmüşdür. Onlar tək Allahın varlığı qəbul etmək, tövhid, ondan sonra namaz qılmaq, oruç tutmaq, zəkat vermək və həcc ziyarətidir. Yəni İslamın bu 5 vacib əsası olduğunu göstərirlər. Lakin qeyd edeyim ki, bu ibadət əsasları ilə iman əsaslarının qarışdırılmasıdır. Yəni Peyğəmbər əleyhissalam bəzən çöldən gələn bir bədəvi Peyğəmbər əleyhissalama müraciət edir ki, mən heç bir şey bilmirəm. Mən bir dənə namaz qılacağam və tələb olunan zəkatı verəcəm. Ondan başqa məndən heç bir şey gözləmə. Peyğəmbər əleyhissalam da yəni ona razılığını bildirir ki, evi yoxdur, get, sən ancaq namaz qıl, zəkat ver. Allah səndən bunu qəbul edəcək. Ona görə bu hədislər həmin tutaq ki, Peyğəmbər əleyhissalamın ümumi cəmiyyətə müraciəti qoyduğu qayda qanun kimi deyil, müəyyən adamlara deyilmiş sözlər kimi qəbul olunmalıdır. Lakin burada gördüyümüz kimi tövhid əqidə iman əsaslarındandır, qalan 4 əməl isə yəni ibadət əsaslarındandır. Yəni o ibadət əsasları təkcə bununla bitmir. Çünki kəlmə-i şəhadətdə əgər bir tövhid deyilsə, tövhid tək başına mövcud deyil. Yəni Peyğəmbərlərə iman gətirmək tövhid prinsipinin kobud şəkildə pozulmasıdır ki, Allah təala buna yəni qəbul edən deyil və kəlmə-i şəhadət də ona görə yaradılıb ki, dərhal Allahın qəbulundan sonra onun peyğəmbərlərdə qəbul olunsun. Yəni bu 5 vacib prinsipdə görürük ki, bunlar yer almayıb, axirətdə də məada da iman yer almayıb. Ona görə ibadət əsasları belə ola bilməz. İbadət əsasları 10-dur. Bunlar Quran prinsiplərinə, Peyğəmbərin çoxsaylı hədislərinə və İslam alimlərinin icmasına əsaslanır. Deməli, birinci yerdə namaz gəlir. Bir müsəlmana buyurulan birinci əməli baxımdan birinci tələb namazdır. Peyğəmbər əleyhissalamın dövründə də İslamı qəbul edən insanlar ilk tələb olunan namaz olmuşdur. Namaz müsəlmanın kimlik vəsiqəsidir. Yəni, hələ eramızdan əvvəl də 3000-3500 ilə aid insanlara aid olan
yazılmış sənədlər mövcuddur. Qulları bu sənədlər atasının adı yazılmaqla onun kimliyi və harda tutulub, harda satılıb, yəni bu məsələlər hələ o vaxtdan qeyd olunurdu. Müasir dövrümüzdə də şəxsiyyət vəsiqəsiz insan heç bir fəaliyyət göstərə bilmir, ölkəsini tərk edə bilməz. Yəni şəxsiyyət vəsiqəsi namaz da müsəlmanın kimlik vəsiqəsidir, şəxsiyyət vəsiqəsidir ki, onsuz cənnətə giriş yoxdur. Bu Quran ayələri ilə də sabitdir. İkinci məsələ, ibadət əsaslarının ikinci məsələsi orucdur. Bu ənənəvi şəkildə istər əhl-i-sünnə cəmiyyətində, istər də şiə cəmiyyətində sıralama bu cür olmuşdur. Oruc, hansı ki mən onunla razı deyiləm. Qurana görə zəkat orucdan daha böyük ibadətdir. Çünki Quranın 28 ayəsində namaz qılın, oruç tutun deyil. Namaz qılın, zəkat verin şəklində əmr buyurulmuşdur. Zəkat çox böyük ibadətdir. Əfsus ki, bu sıralamaya görə zəkat cəmiyyətdə daha az öz layiqli yerini almamışdır. Ona görə bir balaca müsəlmanlar zəkata loyal münasibət bəsləmişlər. Deməli, oruc Ramazan ayını ifadə edir. Bir ay boyunca Ramazan ayını ifadə edir. Yəni, qeyd edək ki, namazın heç bir istisna halı yoxdur. Yeganə ibadətdir ki, namazın heç bir istisna halı yoxdur. Yalnız iki bənd nəzərdə tutulmuş, bu da istisna halı deyil. Əqli cəhətdən insanın sağlamlığı və yetkinlik yaşına çatmağı. Yəni, bu iki haldan sonra namaz hər bir müsəlmana vacibdir və bu hal baş verəndən sonra insanın heç bir istisna halı ola bilməz. Yəni, Allah Teala bunu qəbul etmir. İnsan uzananda da, xəstə olanda da, yataqda olanda da, oturduğu halda da namazını qılmalıdır. Deməli, zəkat məsələsi, keçən görüşümüzdə zəkat məsələsindən müəyyən qədər məlumat verildi. Zəkat olduqca vacib. Hətta 2-ci xəlifə Əbubəkir dövründə, 1-ci xəlifə üzr istəyirəm, Əbubəkir dövründə zəkatı verməyənlərə qarşı xəlifə hətta müharibə aparmışdır, zəkat verməyənlərə. Əfsus ki, indi dövrümüzdə beynəlxalq vəziyyətdə müsəlmanların vəziyyət bildiyimiz ki, heç də yaxşı deyil və müsəlman ölkələri zəkat vermədiyinə görə başqa digər kasıb müsəlman ölkələri azlıq içərisində yaşayırlar. Dördüncü məsələ xums məsələsidir. Bu məsələdə içərisində bəndlər Əhl-i-Sünnə və Şiə məzhəbinə görə dəyişir. Xums məsələsi, yəni 5də 1 deməkdir. Onun ilk demək 3 bəndi, Peyğəmbər dövründə mövcud olmuş 3 bəndi demək olar ki, hər iki məzhəbdə eynidir. Bunların başında müharibə qənimətləri durur. Müharibə qənimətlərinin 5də 1-i Beytülmala göndərilirdi. Yerdə qalan 2, yəni torpaqdan tapılmış xəzinələr və torpaqdan çıxan sərvətlər, bunlar üçü də hər iki məzhəbdə eynidir. Lakin Əhl-i-Sünnə məzhəbində 3 bu bənd olduğuna baxmayaraq Şiə məzhəbində 7 bənddən ibarətdir. Yerdə qalan bəndlər isə sonradan qazancdan alınan xumsdur. Yəni bu Şiə məzhəbində aiddir ki, halbuki Peyğəmbərin dövründə belə bir xums növü alınmamışdır. Peyğəmbərin dövründən sonra 656-661-ci ildə xəlifəlik etmiş Həzrət Əleyhisselamın dövründə də xəlifə olarkən belə bir zəkat xums növü alınmamışdır. Yəni insanın qazancının 5də 1-indən xums alınmamışdır. Yəni bəziləri deyir ki, ola bilsin ki, Həzrət Əleyhisselamın dövründə münaqişələr çox idi. Ola bilsin ki, onu nəzərə alaraq Həzrət Əleyhisselam xəlifə kimi buna getməmişdir. Lakin bu olduqca səhv fikirdir. Həzrət Əleyhisselam indiyə qədər kiməsə güzəşt etdiyi şəriətdə, İslam şəriətində kiməsə də güzəşt etdiyi görükməmişdir. Hətta Həzrət Əleyhisselamın ədaləti qədər Peyğəmbərdən sonra ikinci bir ədalətli şəxsin olduğunu mən İslam dinində tanımıram. Yəni, belə bir hal mövcud deyildir. Həzrət Əleyhisselamın xəlifəliyi dövründə bir misal çəkim. Həzrət Əleyhisselamın xəlifəliyi dövründə böyük qardaşı Aqil onun yanına gəlir. Aqil müəyyən müddət olduqca səfalət içərisində yaşayırdı. Uşaqları hətta acından
torpaq yeyib ölmək dərəcəsinə çatmışdı. O, qardaşından, xəlifədən bir miqdar pul istəyir. Xəlifə isə ona etina etmir və cavab vermir. Bir müddətdən sonra onun əl çəkmədiyini görəndə Həzrəti Əleyhisselam maşada kömür götürməkdən ötürü uzun bir dəmir vasitəsidir, biz onu bilirik. Yəni, qızarmış maşanı onun əlinin içinə basaraq yandırır. Aqil qışqırır və narazılığını bildirir. Həzrəti Əleyhisselam ona deyir ki, niyə qışqırırsan? Yəni, sən bu oda, dünyadakı bu oda dözə bilmirsən, bəs mən axirət əzabının oduna necə dözüm? Həzrəti Əleyhisselamın məşhur 2 çırağı da bilinir, bütün istər Əhlüsünnə, istərsə Şiə tarix kitablarından da məlumdur. O iş vaxtına qədər Beytülmalın çırağını yandırır, iş qutarandan sonra isə öz çırağını yandırırmış ki, ədaləti qorusun və Beytülmalın çırağından sui-istifadə etməsin. Belə bir adamın, belə bir imamın, yəni Əhl-i Beyt üzvünün, Peyğəmbərdən sonra Əhl-i Beytin başında gələn belə bir imamın, yəni bu şəkildə xumsun növünə əməl etməməsi, kiməsə güzəştə getməsi olacaq iş deyil. Ondan sonra gəlir dənizlərdən çıxardılan, yəni suət almaqla dənizlərdən, sulardan, çaylardan çıxardılan ləl-cəvahirət gəlir. Bundan başqa harama qaçmış mal gəlir, harama qaçmış halal mal, insan bilmədək onun malına ola bilsin şübhələnir ki, haram qaçmışdır. Yəni Şiə məzhəbinə görə həmin malın da 5də birindən xums verməlidir. Digər bənd isə zimmi kafirdən, yəni kitab gəlmiş, kitab nazil olmuş, tutaq ki, Yahudilərdən və Xristiyanlar hesab olunur, bəzi kitablarda Sabilər də hesab olunur. Yəni, zimmi kafirlərdən alınan torpaq sahəsindən alınan vergini ifadə edir. Deməli, 5-ci bənd həcc ziyarəti gəlir. Həcc ziyarəti ibadət əsaslarından biridir, vacib ibadət əsaslarından biridir. Hər bir müsəlman imkana sahib, müəyyən imkana sahib olan və sağlamlığa sahib olan və ailə şəraiti imkan verən hər bir müsəlman ömründə bir dəfə olsa həcc ziyarətini və Səudiyyə Ərəbistanda olan Məkkə şəhərində yerləşən Kəbəni, Məscidül Həramı və ətrafını, Ərafatı, Kəbəni və müəyyən müqəddəs yerləri müəyyən qaydalar çərçivəsində Zilhiccə ayında ziyarət etmək ona fərz buyurulur. Lakin cəmiyyətdə bəzən buna da bu vacib ibadətə də bir loyal münasibət var. Bəziləri həcc ziyarətinə gedənləri qınayırlar və onların sərf olunan vəsaitin kasıblara verməsinin daha doğru olduğunu bildirirlər ki, halbuki qətiyyən bu yanlışdır. Allahın fərz, vacib ibadəti mütləq şəkildə yerinə yetirilməlidir. Tutaq ki, kasıblara verilən sədəqə vacib halındadırsa, lakin həcc ziyarəti fərz, qəti olaraq yerinə yetirilməsi tələb olunan vacib əməllərdəndir. Ona görə bu iki məsələləri bir-birinə qarışdırmaq olmaz. Mən sizə bir misal çəkmək istəyirəm. Deməli, 2013-cü ildə mən həcc ziyarətində xəstə anamı Kaleskada aparmışam, üzr istəyirəm, bacımı və yoldaşımı, biz 4 nəfər getmişik və o vaxt mən xəstə idim, müəyyən qədər yoluxucu gripə yoluxmuşdum, infeksiyon xəstəliyinə, orada da yenə yoluxdum və xəstə olduğuma görə çox gözəl şəkildə, kamil şəkildə ibadət elə bilmədim və yenə də haçansa imkan düşərsə, ikinci dəfə haca getmək, oranı ziyarət etmək, ibadətlərimi kamilləşdirmək fikrindəyəm. Bəziləri ümrə ziyarətinə gedir, ümrə ziyarətinə gedənlərə qarşı da müəyyən fikirlər səsləndirilir cəmaət tərəfindən, yəni bu qədər xərc çəkməyə nə ehtiyac var? Yəni bu qətiyyən belə deyil, ümrə ziyarətinə getmək, hac ziyarətinə dəfələrlə getmək hər bir müsəlmanın Allah tərəfindən ona bəxş olunmuş, İslam tərəfindən bəxş olunmuş hüququdur. Onu heç kim qınaya bilməz. Bir insan istədiyi qədər həcc ziyarətinə gedə bilər. Bundan sonra deməli 6-cı prinsip ibadət əsaslarından cihad gəlir. Cihad din və Allah yolunda, əsasən din və Allah yolunda insanın öz vətəni, torpağı, dövləti və ailəsi canı uğrunda apardığı silahlı mübarizəyə deyilir. Deməli, bunun 2 hissədən ibarətdir. Birinci hissəsi din və Allah yolunda aparılan silahlı mübarizədir və bu mübarizə hər bir insanın tək başına apardığı mübarizə deyil. Bu mütləq fətva şəklində həyata keçirilir. Həmin ölkənin birinci dərəcəli din xadiminin
tərəfindən verilən fətva ilə yerinə yetirilir. Bundan sonra qalan ikinci məsələ isə hər bir insanın öz vətəni, torpağı uğrunda apardığı və öz ailəsini, bir insanın öz ailəsini qorumaq uğrunda da evini müdafiə, silahlı müdafiə etməyə haqqı var. İslam bu haqqı tanıyır və bunu da cihad kimi dəyərləndirilir. Yerdə qalan deməli 7, 8 və 9, 10-cu bəyənlər qoşa prinsiplərə əsaslanır. 7-ci prinsip əmr bil məruf, yəni yaxşı işləri təbliğ etmək, əmr etmək, insanın ərki hakimiyyəti çatdığı insanlara. 8-ci isə nəhy anil münkər, yəni pis işlərdən çəkindirməkdir. Yəni yaxşı işlərə insanları dəvət etmək, pis işlərdən çəkindirmək. Buradakı iki bənddən birinin o birisinə üstünlüyü vardır. Yəni insan pis işlərdən yaxşı işlər görməsə də belə ətrafındakı pislik işlərə, pis işlərə qarşı mübarizə mütləq şəkildə baş verməlidir. Bunu Allah Teala bizim üzərimizə qoyub. Peyğəmbər Əleyhisselam bu iki prinsipi yerinə yetirməyən müsəlmanı canlı ölü adlandırıb. Yəni bunu fikirləşəndə bir insan nə qədər də namaz qılıb, bu 6 bəndə əməl etsə, hətta cihad etsə belə, yəni ətrafındakı pisliklərə qarşı mübarizə aparmayan bir mömin hesab olunan bir adamı Peyğəmbər Əleyhisselam canlı ölü adlandırıb. Niyə görə canlı ölü adlandırıb? Deməli, bütün ibadət əsasları Allah üçün deyil, Allahın buyurduğu insan üçündür. Yəni namaz da elədi, insanın fərdi baxımından insandan tələb olunur. Oruc da, zəkat da, xums da, həcc ziyarəti də, cihad da bir insanı fərd olaraq özündən tək başına tələb olunan ibadət əsaslarındandır, vacib əməllərdəndir. Lakin bu prinsipi isə insanı fərdi halından çıxardıb, onu ictimai hala çevirən prinsipdir. Yəni bu prinsip yaradılanda da insan tək yaradılmayıb, insan onun əks cinsi ilə yaradılıb, qadına, yəni qadın kişiyə möhtacdır, kişi də qadına möhtacdır. Onların xoşbəxtliyi, onların həyatının ahənglik yalnız bir yerdə mümkündür. Yəni tərk-i dünyalıq qətiyyən İslam dinində halal deyil, haramdır. Sonuncu kitabımızda inşallah bu barədə geniş məlumat verilib. Yəni insan yaradılanda belə, yəni ictimai varlıq kimi yaradılmışdır. Yəni ünsiyyət quran bir varlıqdır. Yəni ona görə də insan ətrafında birinci ailədən başlayaraq yaxşı işləri insanlara, öz ailəsinə əmr etməlidir, pis işlərdən onları çəkindirməlidir. Bir misal da deyim, indiyə qədər nə qədər Lut dövrünün, Nuh qövmünün, Hud olsun, Salih peyğəmbər olsun, Rəs əhli, Səba əhli, Şüeyb peyğəmbərin qövmü bütünlüklə məhv olmuşdur. İndi sual oluna bilər ki, bu qədər məhv olunan cəmaatın içərisində bir nəfər mömin yox idimi? Əlbəttə var idi, lakin bunlar ətrafını çirkinliklərdən çəkindirməmişdilər, onların etdikləri pis işlərə qarşı öz etirazlarını bildirməmişdilər və zəlzələ baş verəndə zəlzələ baxmır ki, kim mömindir, kim kafirdir və yaxud da bir bəla gələn zamanı o bəlada istər infeksiyon xəstəliklər, vəba olsun, istərsə başqa Allahın göndərdiyi cəza üsulları olsun ki, onlar insanları bir-birindən ayırtmırlar. Ayrılası lazım olan insanları isə Allah Teala öz elçilərini göndərərək onları, tutaq ki, Lutun ailəsinin, yoldaşı Lut peyğəmbərinin ailəsi, onun oğlu, onun yoldaşı istisna olmaqla onları xilas edib, qalan bütün ümməti isə Allah Teala məhv etmişlər. Yenə Nuh peyğəmbərin oğlu və yoldaşı istisna olmaqla digər yerdə qalan bütün cəmaatı isə Allah Teala məhv etmişdir. Yəni onların içərisində möminlər olmuşlar, lakin bu möminlər tayfanın başçılarının, tayfanın etdikləri çirkinliklərə səs çıxarmayaraq canlı ölü kimi həyatlarını davam etdirmişlər. Bu prinsip olduqca elə prinsipdir ki, bütün yerdə qalan prinsiplər insandan tək tələb olunduğu halda bu prinsip insanı ictimai varlıq edir və bu prinsip yeganə prinsipdir ki, Allahın özünə də vacibdir. Allah özünə də vacib etmişdir. Allah əgər insanları yaradırsa, kainatı yaradırsa və insanları yeri yaradıb, onun üzərində, yəni insanları öz xələfi edirsə və insanlara yaxşılıqları göstərib, onları çirkinlikdən çəkindirməmək Allahın
ədl sifətinə tamamilə birbaşa zidd olduğuna görə, yəni bu hədislərlə də sabitdir, bu mənim şəxsi fikrim deyil. Bu prinsip yeganə ibadət əsaslarından, ümumiyyətlə bütün əsasların içərisində yeganə prinsipdir ki, Allahın özünə də vacibdir ki, yaratdığı bəndələri pisliklərdən çəkindirsin, yaxşılıqlara dəvət etsin ki, Allah Teala da, Cənab-ı Allah da bunu yerinə yetirmişdir. Deməli, 9-cu, 10-cu prinsip haqqında da danışaq. 9-cu prinsip təvəlladır, yəni dostluq deməkdir. Allahın dost olduğu şəxslərlə mütləq surətdə müsəlmanlar dost olmalıdırlar. Opsi isə təbərradır, yəni Allahın inkar etməkdə, etmək deməkdir. Yəni Allahın düşmənləri ilə düşmək olmaq prinsipinə əsaslanır. Deməli, burada da bir bənd, opsi bənddən üstünlük təşkil eləyir. Allahın dostları ilə dost olmaq daha üstündür, nəinki Allahın düşmənləri ilə düşmən olmaq. Çünki Allahın düşmənlərini tanımaq elə də asan məsələ deyil. Hətta Peyğəmbər əleyhissalama da Allah Teala Quranda buyurur ki, sən onları tanımazsan, onları Allah yaxşı tanıyır. Deməli, münafiqləri tanımaq, Allah düşmənləri tanımaq, insanın ürəyindəkiləri yalnız Allah bilir. Bəzən biz dünyada bir insanı ola bilər Allah düşməni bilək, hansı ki möminlərdə olması mümkün deyil. Çünki Allah dostu olmağı aşkar şəkildə bilinir. Amma sıravi bir müsəlmanların ola bilsə ki, Allah düşmənini tanımağı o qədər də asan məsələ deyil. Ümumiyyətlə, heç kim üçün asan məsələ deyil. Lakin Allah dostlarının tanınması olduqca aşkar və Allahın vacib bizə buyurduğudur. Tutaq ki, ümumi şəkildə Allah düşmənlərini Quranda bizə tanıtdırmışdır. Bunlar Allaha qarşı çıxanlar, Allaha asi olanlar. Amma bir insan bunları ifadə etmirsə, onun Allahın düşməni olmasını bilmək olduqca çətindir. Lakin Allahın dostları barədə Quranda Uca Allah bizə ümumi dostları göstərmişdir. Bunlar namaz qılanlar, Allahı qəbul edərlər, Allahı təsdiq edərlər, zəkat verərlər, oruç tutarlar və bunları Allah Teala bu bəndləri göstərir və bizə tanıtdırır ki, mənim ümumi dostlarım kimdir? İndi məsələnin bu bəndi ümumiyyətlə ümumi dostlardan daha çox xüsusi dostlara aiddir. Deməli, xüsusi dostlar kimlərdir? Allahın xüsusi dostları kimlərdir? Bunun üçün mütləq izah vermək, izaha ehtiyac var. Allahın xüsusi dostlarının kim olduğunu Allah Quranda qəti şəkildə bildirilmişdir və əmr formasında bildirilmişdir. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, onları sevmək, onlara itaət etmək bizə Peyğəmbər əleyhissalamdan sünnət kimi qalmamışdır. Bu Quranın əmridir, olduqca vacib əmrdir və bizim seçimimiz deyil. Ona görə də bizim cənnətə girməyimiz, axirətdəki mövqeyimiz onlara qarşı münasibətimizin qurulmasından çox asılıdır. Nədir xüsusi dostlar? Deməli, hər bir Peyğəmbər Quranda adı çəkilmiş Peyğəmbərlərdən Allah Teala misal gəlir. Bütün Peyğəmbərlər Allahın onlara əmr etdiyi risaləti təbliğ etdiyinə görə, ilahi əmrləri təbliğ etdiyinə görə heç bir ümmətin heç bir nümayəndələrindən əcr, muzd istəməmişlər və bu şəkildə də Quran bildirir bizə, Allah Teala onlara bildirir ki, Peyğəmbər, tutaq ki, hər hansı bir Peyğəmbər, onlara deyilən ki, mən bunun müqabilində sizdən heç bir şey, muzd istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. Deməli, hörmətli izləyicilər, xahiş edirəm buna diqqətlə qulaq asın. Bu sonuncu prinsipin ümumiyyətlə, yəni bizim əməllərimizin zayi olmamasının, biz elə hesab edirik ki, biz namaz qılmaqla, həccə getməklə, zəkat verməklə və müəyyən bu prinsipləri yerinə yetirməklə biz cənnətə düşə bilərik. Bu olduqca vacib prinsipdir ki, bu prinsip bizim xalqımızda da demək olar ki, xalqımızın bəzi atalar sözündə də özünə yer almışdır və atalar sözlərində deyilir ki, dostunu göstər, mənə deyim sən kimsən. Bəli, bir insanla oturub dura bilər müəyyən məsələlər çərçivəsində, şərtlər çərçivəsində, lakin onun dostluq etmək mütləq şəkildə əqidələrin üst-üstə düşməsi ilə bağlıdır. Yəni, bu məsələ Allahın dostlarının məsələsi Quranda aşkar surətdə bildirilir. Yalnız Allah Teala sonuncu Peyğəmbər Məhəmməd əleyhissalamdan sallallahu aleyhi və səlləmlə, yəni ümməti üzərində olan haqqının qarşılığını
istəməsini vacib buyurmuşdur Quranda. Mən istəyirəm ki, o Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Qul la de onlara, əsəlukum əleyhə əcran illəl məvaddətə fil qurbə. Yəni bu o deməkdir ki, Allah Teala deyir ki, de ya Peyğəmbər, de onlara de ki, mən bunun müqabilində, yəni risaləti təbliğ etmək, Allahın buyurduqlarının sizə çatdırmağın müqabilində sizdən qohumlara məhəbbətdən başqa bir şey istəmirəm. Yəni bu haqqı Allah Teala indi hədislərdə 124 min Peyğəmbər deyilir. Nə qədərsə 124 min Peyğəmbərin heç biri ümmətindən bir şey istəməmişdir. Yalnız Məhəmməd əleyhissalama, sallallahu aleyhi və səlləmə Allah Teala mütləq ümmətindən o haqqı, yəni öhdəlinə qoymuşdur. Yəni onlara vəzifə kimi qoymuşdur. Yəni əhl-i beytimə. Əhl-i sünnə məsəlində bildiyimiz kimi əhl-i beytin içərisinə ailələri də, Peyğəmbərin yoldaşı da, yoldaşları da, xanımları da daxildir. Əhl-i beytdə qətiyyən bu qəbul olunmazdır. Çünki bu da Peyğəmbərin məşhur hədisi ilə sabitdir. Peyğəmbərin yoldaşlarından Sələmə bir dəfə Pənc Əba deyirlər, Əbanın altına girmək istəmişdir. Lakin Peyğəmbər ona imkan verməmişdir. Ümmü Sələmə soruşmuşdur ki, ya Peyğəmbər, mən də əhl-i beytdənəm mi? O demişdir ki, yox, sən əhl-i beytdən deyilsən, yalnız xeyir üzərindəsən. Bu hədis də bütün demək olar ki, əhl-i sünnə kitablarında qeyd olunmuşdur. Yəni Şiə məzhəbinə görə əhl-i beyt yalnız Peyğəmbər, Həzrət Əli, Fatimə Zəhra və Həsən və Hüseyndən ibarətdir. Lakin əhli sünnə məzhəbinə görə xanımları da ora daxildir. Olsun, hər iki halda Peyğəmbər əleyhissalam qohumlarına sevgini, məhəbbəti və itaəti Allah tərəfindən vacib buyurduğunu çatdırmışdır. Yəni bu elə bir məsələdir ki, yəni müxtəlif çoxsaylı hədislərlə də sabitdir ki, bizə gəlib çatan məlumatlara görə Kəvsər surəsinə, Quranın ən qısa surəsi Kəvsər surəsində də Allah Teala məhşərdə Peyğəmbər əleyhissalama və onun ailə üzvlərinin Kövsər hovzunun başında durub insanlara, yəni tərəfdarlarına şəfaət edəcəyi məsələ barədə olan hədislər, həm əhl-i sünnə, şəfaət ümumiyyətlə şəfaət məsələsi həm əhl-i sünnə, həm də Şiə məzhəbinin qəbul etdiyi, bəzi məzhəblərdən fərqli olaraq qəbul etdiyi bir məsələdir ki, onu inkar etmək qeyri-mümkündür. Peyğəmbər və əhl-i beyti Kövsər hovzunun başında durub, yəni onun yolunu gedənlərə, ona tərəf olanlara, Peyğəmbərin övladının matəm gələndə yas mərasimini tutmağa, yəni hörmət eləmə, ən azından hörmət eləyənlərə şəfaət edəcəyi bildirilir. Allah bizi Əhl-i Beyt yolundan ayrı salmasın. Biz hər gün namazlarımızda namaz qılanlar ihdinə sıratal müstəqim deyirlər, doğru yol. Doğru yolun nə olduğunu bəziləri anlamır. Doğru yol müxtəlif hədislərlə də sabitdir. Əhl-i Beyt yoludur. Əhl-i Beyt yolu Peyğəmbərin yolunun ta kəndisidir və Peyğəmbər əleyhissalam Quranı tək bizə əmanət etməmişdir. Quranı və mənim Əhl-i Beytimi, yəni onlar bir-birinə qiyamətə qədər ayrılmazdır deyən də Peyğəmbər əleyhissalamın özüdür və Peyğəmbər əleyhissalam bildirmişdir ki, Əhl-i Beytlə Quran bir-birindən ayrı deyirlər. Onların bir-birindən ayrılmağını doğru hesab etməmişdir. Mən hər bir kəsə Əhl-i Beyt yolu ilə getməyi və Əhl-i Beyt yoluna sadiq qalmağı arzu edirəm. Azan da verdi, sizdən ayrılıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.